Əgər siz Allaha və haqla batilin ayırt edildiyi gün, iki dəstənin qarşı-qarşıya gəldiyi gün, qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin 1/5 Allaha, onun elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir. O zaman siz vadinin yaxın tərəfində, onlar uzaq tərəfində, kərvan isə sizdən aşağıda dənizin sahilində idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun. Sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən Allah eşidəndir, biləndir. O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir. O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi. Sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. Bütün işlər Allaha qayıdır. Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız. Allaha və onun elçisinə itayət edin. Bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir. Yurdlarından təkəbbürlə, özlərini cəmaata göstərmək üçün çıxan və insanları Allah yolundan saptıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir. O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib, bugün insanlardan heç kəs sizə qalib gələ bilməz, axı mən sizə yardım edən bir qonşuyam demişdi. İki dəstə bir-birini gördükdə isə geri çəkilib, mən sizdən uzağam, mən sizin görmədiklərinizi görürəm, mən Allahdan qorxuram, çünki Allah şiddətli cəza verəndir demişdi. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedilər, bunları öz dinləri aldatdı. Kim Allaha təvəkkül etsə, bilsin ki, Allah qüdrətlidir, müdrikdir. Kaş sən kafirləri, mələklər onların canını alarkən görəydi. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər, dadın yandırıcı odun əzabını. Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir. Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər. Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah qüvvətlidir. Cəzalandırması da şiddətlidir. Bu ona görədir ki, bir cəmaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neyməti dəyişən deyildir. Şübhəsiz ki, Allah eşidəndir, biləndir. Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar
Rəbbinin ayələrini yalan hesab etdilər. Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi. Şübhəsiz ki, Allah yanında canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər. Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və heç nədən çəkinmirlər. Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də dağıt ki, bəlkə ibrət alsınlar. Əgər bir qövmün əhdi pozacağı ilə xəyanət etməsindən qorxsan, sən də onlara onu pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevmir. Qoy kafirlər əzabdan qaça biləcəklərini zənn etməsinlər. Çünki onlar ondan yaxa qurtara bilməzlər. Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz. Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et. Həqiqətən O eşidəndir, biləndir. Əgər onlar səni aldatmaq istəsələr, bil ki, sənə Allah yetər. O, səni həm öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən O qüdrətlidir, müdrikdir. Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər. Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda 20 səbirli kişi olsa, kafirlərdən 200-ünə qalib gələr. Əgər aranızda 100 səbirli kişi olsa, kafirlərdən 1000-inə qalib gələr. Çünki onlar anlamayan adamlardır. İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda 100 səbirli kişi olsa, kafirlərdən 200-ünə qalib gələr. Əgər aranızda 1000 səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən 2000-inə qalib gələr. Allah səbr edənlərlədir. Peyğəmbərə yer üzündə çoxlu kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir. Allah qüdrətlidir, müdrikdir. Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm olmasaydı, aldığınız fidyə müqabilində sizə böyük bir əzab toxunardı. Ələ keçirdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən Allah bağışlayandır, rəhimlidir. Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de, əgər Allah qəlbinizdə xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah bağışlayandır,
rəhimlidir. Əgər əsirlər sənə xəyanət etmək istəsələr, bilin ki, onlar bundan əvvəl Allaha xəyanət etmişdilər. Allah möminlərə onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah biləndir, müdrikdir. Həqiqətən iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən mühacirlər və sığınacaq verib köməklik göstərən ənsarlar, məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə yardım istisna olmaqla kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür. Kafirlər də bir-birinə dostdular. Əgər siz bir-birinizə yardımcı olmasanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər. İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər, məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır. Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndilər. Qohumlar Allahın kitabına görə bir-birinə varis olmağa daha yaxındılar. Həqiqətən Allah hər şeyi bilir. Ət-Tövbə, Tövbə surəsi. Bu, Allah və onun elçisi tərəfindən əhd bağladığınız müşriklərə, onlarla olan əhdlərin pozulması barədə bir xəbərdarlıqdır. Elə isə yer üzündə 4 ay gəzib dolaşın və bilin ki, siz müşriklər Allahdan yaxa qurtara bilməyəcəksiniz. Və Allah kafirləri rüsva edəcəkdir. Bu, Allah və onun elçisi tərəfindən ən böyük həc günü insanlara Allahın və onun elçisinin müşriklərdən uzaq olmasını elan edəcək bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Yox, əgər üz döndərsəniz, bilin ki, siz Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri ağrılı-acılı bir əzabla müjdələ. Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqabilənizi müddəti bitənədək yerinə yetirin. Həqiqətən Allah müttəqiləri sevir. Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün, əsir tutun, mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah bağışlayandır, rəhimlidir. Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür. Məscid-ül Haramın yanında saziş bağladığınız kəslər istisna olmaqla, müşriklərin Allah və onun elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə düzgün davranır,
siz də onlarla düzgün davranın. Həqiqətən Allah müttəqiləri sevir. Necə ola bilər, əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir. Onlar Allahın ayələrini ucuz qiymətə satır və insanları onun yolundan döndərirdilər. Onların tutduqları iş necə də pisdir. Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər. Onlar həddi aşanlardır. Əgər tövbə etsələr, namaz qılıb, zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələri bilən adamlara beləcə izah edirik. Əgər kafir başçılar əhd bağladıqdan sonra andlarını pozub, dininizə böhtan atsalar, onlarla vuruşun. Çünki onlar anda əhəmiyyət verməzlər. Bəlkə küfrdən əl çəkələr. Məyər siz andlarını pozan, Peyğəmbəri öz yurdundan qovmaq fikrində olan, özləri də sizinlə döyüşü birinci başlayan bir cəmaatla vuruşmayacaqsınız? Məyər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız. Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin cəmaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah biləndir, müdrikdir. Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, onun elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır. Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar. Doğrudanmı siz hacılara su verməyi və Məscid-ül Haramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirib, Allah yolunda cihad edənlərlə eyni tutursuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım qövmü doğru yola yönəltməz. İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. Rəbbi öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnət bağları ilə müjdəliyir. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah yanındadır. Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalimlardır. De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz
yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, onun elçisindən və onun yolunda cihaddan daha əzizdirsə, Allah öz əmri ilə gəlinciyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz. Həqiqətən Allah əksər döyüşlərdə, ha belə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma bu sizin karınıza gəlmədi. Yeryüzü genişliyinə baxmayaraq sizə dar gəldi. Sonra geriyə çevrilib qaçdınız. Sonra Allah öz elçisinə və möminlərə əminlik nazil etdi. Görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah bağışlayandır, rəhəmlidir. Ey iman gətirənlər! Həqiqətən də müşriklər murdardılar. Odur ki, özlərinin bu ilindən sonra Məscid-ül Harama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, öz lütfündən bəxş etməklə sizi varlandırar. Həqiqətən Allah biləndir, müdrikdir. Kitab verilənlərdən Allaha və axirət gününə iman gətirməyən, Allahın və onun elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun. Yəhudilər Üzeyr Allahın oğludur dedilər. Xaçpərəslər də Məsih Allahın oğludur dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. Bu, daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin. Gör necə də haqdan döndərilirlər. Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan ilaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa məbud yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır. Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz. Kafirlərin xoşuna gəlməsə də O, öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün öz elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur. Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və onları Allah yolundan döndərirlər. Qızıl, gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ. O gün bu yığdıqları sərvətlər cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara budur özünüz üçün yığdıqlarınız, elə isə dadın yığdıqlarınızı deyiləcəkdir. Həqiqətən Allah yanında ayların sayı 12-dir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə kitaba yazmışdır. Bunlardan 4-ü haram aylardır.
Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir. Haram ayı təxirə salmaq ancaq küfrü artırar. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir ildə haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz. Ey iman gətirənlər! Sizə nə olub ki, Allah yolunda döyüşə çıxın deyildikdə, yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız. Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir. Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə ona heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah hər şeyə qadirdir. Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu 2 nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O 2 nəfər mağarada olarkən onlardan biri öz dostuna dedi: "Qəm yemə, Allah bizimlədir." Bundan sonra Allah ona arxayınlıq nazil etdi. Sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın sözü ucadır. Allah qüdrətlidir, müdrikdir. Sizə yüngül gəlsə də, ağır gəlsə də döyüşə çıxın. Malınız və canınızla Allah yolunda cihad edin. Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir. Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar, əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. Allah səni bağışlasın. Doğru danışanlar sənə bəlli olmamış, yalançıları isə tanımamış, nə üçün onlara cihaddan yayınmağa izin verdin? Allaha və axirət gününə iman gətirənlər, Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır. Ancaq Allaha və axirət gününə iman gətirməyən və qəlbi şəkki şübhəyə düşənlər döyüşə getməmək məqsədi ilə səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara evdə oturanlarla bərabər siz də oturun deyildi. Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq içinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyır.
Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hilələr qurmuşdular. Axır ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı. Onlardan eləsi də var ki, mənə izin ver döyüşə getməyim, məni günaha batırma deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, cəhənnəm kafirləri çulğuyacaqdır. Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir müsibət üz versə, biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük deyər və sevinə-sevinə çıxıb gedərlər. De ki, Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər. De ki, doğrudanmı siz bizlərə iki uğurdan, qələbədən və ya şəhidlikdən birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin. Şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik. De ki, istər könüllü, İstərsəniz də könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasik bir qövm oldunuz. Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və onun elçisinə küfr edir, namaza tənbəlliklə qalxır və mallarını könülsüz xərcləyirlər. Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildilər. Əslində, onlar qorxaq adamlardır. Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar, yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər. Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər. Kaş ki, onlar Allahın və onun elçisinin onlara verdiyinə razı qalıb, Allah bizə yetər, Allah da bizə öz lütfündən verəcək, onun elçisi də. Həqiqətən də biz Allaha rəğbət bəsləyirik, deyirdilər. Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah biləndir, müdrikdir. Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib, o hər sözü eşidən bir qulaqdır deyirlər. De ki, o sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir. Allahın elçisinə əziyyət verənlər üçün isə ağrılı-acılı bir əzab vardır. Sizi razı salmaq üçün yanınızda Allaha and içirlər. Əgər mömindilərsə, bilsinlər ki, Allahı və onun elçisini razı salmaları daha yaxşıdır. Məyər bilmirdilərmi ki, Allaha və onun elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları cəhənnəm odu vardır?
Bu isə böyük rüsvayçılıqdır. Münafiqlər özlərinin qəlbində olanı xəbər verən bir surənin möminlərə nazil olmasından çəkinirlər. De ki, siz istehza edin. Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır. Onlardan nə üçün istehza etdiklərini soruşsan deyərlər. Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq. De ki, Allaha, onun ayələrinə və onun elçisinə istehza mı edirsiniz? Üzrxahlıq etməyin. İman gətirdikdən sonra artıq kafir oldunuz. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik. Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən münafiqlər günahkardılar. Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər. Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır. Onlar da sizdən əvvəl yaşamış münafiqlər kimidirlər. Onlar sizdən qüvvədə daha üstün, mal, dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır. Məyər onlara özlərindən əvvəlkilərin, Nuh qövmünün, Ad və Səmud tayfalarının, İbrahim qövmünün, Mədiyən əhalisinin və alt-üst edilmiş kəndin xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər. Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir. Allaha və onun elçisinə itayət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən Allah qüdrətlidir, müdrikdir. Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları və ədm bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə vuruş, onlarla sərt davran. Onların sığınacaqları yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir. Allaha and içirlər ki, nalayiq sözlər deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allahın və onun elçisinin onları öz lütfündən
varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır. Onlardan, əgər Allah öz lütfündən bizə bəxş etsə, əlbəttə biz sədəqə verər və əməli salihlərdən olarıq deyə Allaha əhd edənləri də vardır. Allah öz lütfündən onlara verdikdə isə simiclik edərək üç çevirib getdilər. Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan söylədiklərinə görə Allah da onların qəlblərinə onunla qarşılaşacaqları günədək nifaq saldı. Məyər anlamırdılar ki, Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agahdır və Allah qeybləri biləndir? Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxəriyə qoyanları Allah məsxəriyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir. Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün 70 dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və onun elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz. Döyüşə getməyib, arxada qalanlar Allahın elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və bu istidə döyüşə çıxmayın dedilər. De ki, cəhənnəm odu bundan da hərarətlidir. Kaş anlayaydılar. Qoy onlar etdikləri günahların cəzası olaraq az gülüb, çox ağlasınlar. Əgər Allah səni onlardan bir zümrənin yanına göndərsə və onlar döyüşə çıxmaq üçün səndən izin istəsələr, de, siz bir daha mənimlə döyüşə çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə evdə oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla bərabər siz də evdə oturun. Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və onun elçisini inkar etdilər və günahkar olaraq öldülər. Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir. Allaha iman gətirin və onun elçisi ilə birlikdə cihad edin deyə bir surə nazil edildikdə, onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər, bizi burax evdə oturanlarla birlikdə qalaq. Onlar arxada qalanlarla birgə olmağa razılaşdılar. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar haqqı anlamayacaqlar. Lakin Allahın elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün neymətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. Bədəvilərdən üzürlü olduqlarını iddia edənlər
evdə qalmaq üçün onlara icazə verilsin deyə gəldilər. Allaha və onun elçisinə yalan danışanlar isə evdə oturdular. Onlardan kafir olanlara ağrılı-acılı bir əzab üz verəcəkdir. Allaha və onun elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və döyüşdə vuruşmağa vəsait tapa bilməyənlərə evdə qalmaqda heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah bağışlayandır, rəhimlidir. Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə, sizin üçün minik tapa bilmirəm dediyin zaman, cihad üçün xərcləməyə bir şey tapa bilmədiklərindən ötürü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də heç bir günahı yoxdur.